Salam. Gəlin belə bir həndəsə məsələsinə baxaq. AB perpendikulyar AD-dir. BC perpendikulyar CD-dir. BC ilə BY eyni uzunluqdadır. YD 3-dür. AY 5-dir. CD-nin uzunluğunu tapmaq lazımdır. Yaxşı, nə edəyək? Gəlin YA-nı öz qədər uzadaq. Bunu uzadağın özü qədər. Gəlin bir K nöqtəsi deyəyim bu nöqtəyə və BK-nı çəkəyim. BK-nı çəkəyim. Deməli biz belə bir üçbucaq aldıq. BY, K üçbucaq aldıq. Bu 5 olacaq. Təbii ki, özü qədər uzatmışıq. AY-ni olacaq 5. Bu bucaq 90 olduğundan, BAY bucağı 90 olduğundan BA, deməli bu üçbucaqda nə olacaq? Hündürlük. Və həm də KA ilə AY eyni uzunluqdadırsa, BA həm də deməli mediandır. BA həm hündürlük, həm də mediandırsa, deməli bu üçbucağımız necə üçbucaq olacaq? Bərabər yanlı üçbucaq. Deməli BK ilə BY eyni uzunluqdadır. İndi gəlin belə eləyək. Mərkəzi B nöqtəsində olan və radiusu BC olan bir dənə çevrə çəkəyim. Aydındır ki, bu çevrə gəlib C nöqtəsindən, Y nöqtəsindən və K nöqtəsindən keçəcək. Çünki BK-dır, BY-dir, BC-dir, hamısı eyni uzunluqdadır. BCD bucağı da 90 olduğundan deməli DC çəkdiyimiz çevrəyə C nöqtəsində çəkilmiş toxnan olacaq. Toxnanın və kəsənin xassəsinə görə nə yaza bildik? Yaza bildik ki, DC-nin kvadratı olacaq DY ilə DK-nın hasili. DY 3-dür, DK-nın uzunluğu 3, 5, 5. Bu da eləyəcək 13. Oldu neçə? 39. Deməli BC-də olacaq kök altında 39. Deməli cavabımız C bəndi. Kök altında 39. Sağ olun.